Yipay 007 generator mühərrikli premium sedan. Bu adi sedan deyil. D segment bir liftback olan bu avtomobil Dongfeng'in RF texnologiyalı bir modeldir. Yəni avtomobil həm benzinlə, həm də elektriklə çalışır. Bu da daha uzun mənzil. Təxmini olaraq 1200 kilometrə yaxın yürüyüş deməkdir. Avtomobil 1.5 turbo mühərrik və 28.4 kW'lıq elektrik batareya ilə təchiz edilib. Komplektasiyaya 19 ölçülü disklər, xüsusi dizaynlı subportlar və 540 dərəcə kamerada daxildir. Salonda isə CarPlay dəstəkli 15.6 düymlük mərkəzi ekran, isitmə və ventilyasiyalı nappadərli oturacaqlar, həmçinin simsiz şarj cihazı və bir sıra funksionallıqlar da mövcuddur. Qiymətə gəlincə, bu avtomobili rəsmi satış mərkəzindən 5 il və ya 150 min kilometr zəmanətlə 44.900 manata əldə etmək mümkündür. Ətraflı icmal videosunu YouTube kanalından izləyə bilərsiniz.